tamaşaçılarına bu dəfə də bayram ovqatını yüksək səviyyədə çatdırmağa hazırlaşır. Yeni ilin və dünya azərbaycanlılarının birgə qeyd olunması üçün hazırlıqlar intensiv şəkildə davam edir. Azərbaycan televiziyasının ən ümdə məsələlərindən biri səviyyəli musiqi, estradamızın ən parlaq ulduzları, hər zaman olduğu kimi gənclərə dəstək vermək və istedadlı gəncləri də tamaşaçılarımıza tanıtmaq. Və hər kəsi Azərbaycan televiziyasına baxmağa dəvət edirəm. Konsert proqramı üçün 3 LED səhnə quraşdırılıb. Dekorasiya 2026-cı ilin trendi olan qızılı rəngi ilə uyğunlaşdırılıb. Yeni il şənliyinin quruluşçu rejissoru Elnur Məmmədov, layihənin rəhbəri Nazilə Babayeva, quruluşçu operatoru isə Tariyel Hacızadədir. Azərbaycan televiziyasının bu ilki yeni il konsertinin daha bir özelliği burada musiqiçilərin və müğənnilərin öz sevilən mahnıları ilə yanaşı həmçinin də retro musiqilər ifa etməsidir. Bu isə Azərbaycan radiosunun 100, Azərbaycan televiziyasının isə 70 ili ilə əlaqədardır. Bütün dünyanı gəzmişəm. Bütün dünyanın səhnələrində elə bir yer olmayıb ki, olmayım. Ancaq mən öz səhnəmizi çox sevirəm. Mənim üçün həmişə doğma olub. Torpağım, səhnəm, oxumağım. Hər il bayram olsun. İllər Zeynəblər gəlib gedəcək, oxuyanlar da olub, gediblər, mən də gedəcəyəm. Ancaq televiziya hər evin aynasıdır, güzgüsüdür. Vətənimdən arxayın, sizlərdən arxayın. Mən elə bir yaşım var ki, mənə nə lazımdır? Lazımdır ki, sizin gülən çöhrənizi görəm. Sabahı nitbin qarşılayam. Mənə bu lazım. Bu da var. Qurban olum Allaha. Bu günləri, bu vaxtlar Allah bizə çox görməsin. Heç kimin gözü, heç kimin süfrəsində qalmasın. Mən bütün xalqımızı Dünya Azərbaycanlılar Həmrəylik Günü münasibəti ilə təbrik eləyirəm. Bütün xalqımızı Yeni il bayram münasibəti ilə təbrik eləyirəm. Xalqımıza can sağlığı arzu eləyirəm. Və ən böyük arzum odur ki, nəinki Azərbaycanda, bütün dünyada hər zaman sülh olsun. Və çox şadam ki, hər zaman olduğu kimi Azərbaycan televiziyasında bizim dövlət kanalımızın yeni il şənliyində çıxış eləyirəm və bizim gözəl tamaşaçıların qarşısında bu yeni il mən də varam. Konsertin daha bir özelliği ise xalq artisti canlı əfsanə Flora Kərimovanın və həmçinin Samir Bağırovun birlikdə ifa etdiyi ilk dəfə səslənən yeni mahnılar oldu. İndi bu mahnı birinci dəfə səslənəcək. Siz onu yeni il gecəsi görə bilərsiniz. Mən hamını ürəkdən təbrik edirəm. Hamıya bol-bol arzular, bol-bol sevgi, sevin bir-birinizi, xoşbəxt eləyin bir-birinizi. Çünki bu dünyanın ancaq sevgi xilas edəcək. Hər ilin tamamında hər kəsin səbirsizliklə gözlədiyi o anda olacaq. Azərbaycan televiziyasının yeni il şənliyində artıq bir klassikaya çevrilən ifa. Azərbaycanın xalq artisti, yaşayan əfsanə Zeynəb Xanlarova öz sevilən mahnılarını 2026-cı ilin ilk dəqiqələrində tamaşaçılara təqdim edəcək. Vüsalə Məmmədzadə, Kamran İsayev, Jalə Gözəlova, Vahab İvanzadə, ASTV Xəbər.